Salamlayıram sizi bir daha. Bugünkü qonağımız Cahid Əhmədov. Əhmədov Cahid. Harda doğulmusan? Neçənci ildə və neçə yaşın var? Azərbaycanda doğmuşam 2017 aprelin 8-i. Neçə yaşın var? 8. Cahid Əhmədovu bir cümlə və bir fikirlə necə ifadə edə bilərsən? Futbolçu görürsən və yaxud da ki, Cahid Əhmədov deyiləndə nə yada gəlir? Troyan oyunçusu mu yada gəlir? 7 nömrəsi. Və oyunlarda sü edirsən, mən də səndən bərabər bir dəfə etmişdim hətta. Bəli. Cahid, ilk futbola neçə yaşında başlamısan? 5 yaşında. Artıq 3 ildir sən. 3 ildir artıq sən futbolla məşğulsan. Səni kim həvəsləndirir futbola? Atam. Yəni atavın dəstəyi ilə Atam və müəllim Zeynal müəllim. atan və Zeynal müəllim. Bugünkü gün öz liqanda və öz komandanda, yəni Troy komandasında Cahid Əhmədov vazkeçilməzdir. 7 nömrəsi Troyanın 7 nömrəsi Cahid Əhmədov vazkeçilməzdir. Bu uğrunda Zeynal müəllimin də təbii ki, böyük işləri var. Siz dəstəyi var. Zeynal müəllim hansı cür səni dəstək edib və sənin nə boyda potensial göstərib ki, sən futbola bu qədər maraq və sevgi göstərmisən. Hər oyunda qol vurmaq üçün bu qədər can atırsan və qələbə qazanmaq üçün böyük əzimin var. Yaxşı məşqlər keçir, həvəsləndirir futbola. 7 nömrəni seçdiyin üçün bu sualı verəcəm. Ronaldo yoxsa Messi? Ronaldo. Düşünmədim. Ronaldo. Ronaldo, əlbəttə Ronaldo. 7 nömrəli formanı giyinirsən. Bəs Messi? Dünya futbolu. Sənin üçün. Və dünya futbolu üçün axı Messi böyük bir fiqurdur. Ən pisdir. Avropada fanatın olduğun klub. Hansı kluba? Real Madrid. Hala Madrid. Ronaldo o klubda oynadığı üçündürmü? Bəli. İndi Əl Nəsirdə oynayır. Bəs fanatlığı dəyişirsən? Ərəbistana gedəndə Əl Nəsirdə oynayır. Bildim də. İndi Əl Nəsirdə oynayır. Fanatın olduğun klub Əl Nəsirdirmi? Bəli. Yəni sənə belə bir künayə də demək olar ki, Ronaldoçu Cahid. Nöqtəni vurmaq olar. Bəli. Ən yadda qalan oyunun Cahid. Neftçi ilə birinci oyunum. Çempionatın ilk turunda. Həmin oyunda qol vurmuşdunmu? Olmamışdım ama çalışmışdım. Ama olmadı. Qələbə qazandınızmı, yoxsa məğlub oldunuz? Məğlub oldu. Qazanmadı. Amma həmin oyun çox sənin yadında qaldı deyəsən. Bəli. Həmin oyunda deyəsən çox çalışmışsan, amma qol vura bilməmişsən. Və yadda qalan qolun hansı oyuna təsadüf edir? Maraqlı və gözəl bir qol deyərdim. Hansı oyun idi ki, həmin oyunda fantastik bir qol vurmuşsan və sənin yadında qalıb? Neftçi ilə vurmuşam, bir də Azərbaycan klubu ilə. 7 qol vurmuşdum o oyunda. Və futbol terminologiyasında 7 qola anlayış yoxdur. 6 qol, 7-ci qola anlayış yoxdur. Yəni futbol terminologiyasını məhv etmisən də həmin oyunda. 7 qol yadında qalıb və vurduğun Onlar asandır tutmaq. asandır. Sənin üçün asan da olardı. Çünki sən istedadlı futbolçusan və sənin üçün çox asandır ki, belə klublarla mübarizə aparanda böyük qollar vurasan. Ən çox qol vurduğun oyun? 7 qol vurdum. Ən çox həmin oyun. Yaxşı, elə bir oyun olurmu ki, həmin oyuna çıxmısan, qələbə qazanacağını düşünmüsən, məğlub olmuşsunuz. Neftçi. Neftçi səndə çox dərin xatirələr buraxır deyəsən. Və elə bir oyun olubmu ki, həmin oyuna məğlubiyyətlə çıxmısınız, məğlub olacağınızı düşünmüsünüz, amma çıxmısınız, əzmkarlıq göstərmişsiniz, komanda yoldaşlarınızla bərabər və qələbə qazanmışsınız. Elə bir oyun xatırlayırsanmı? Yox. Bax, bu cavabı istəyirdim əslində səndən. Yəni, biz bütün oyunlara iradə ilə, əzmlə çıxırıq. Bizə bütün rəqiblər asandır, biz heç bir rəqibdən çəkinmirik. Necə deyərlər, gələcəkləri varsa, görəcəkləri də vardır. Mən komandanın Cahidiyəm. İstədiyim vaxtı meydan suluyub, tufan edib, meydanı boş buraxmıram demişsən. Bax, bu cavabı gözləyirdim. Bir futbolçunun xarakteri olması, onun artıq futbola 1-0 öndə başlamasıdır.
U14 liqasında əgər sən 6 ildən sonra oynayacaqsan. Əgər oynasaydın hansı klubda oynamaq istəyərdin? Real Madrid. Günləri bütün qonaqlarımız ancaq Hava Madridçidir. Bəlkə də Barcelona seçdim. Bəlkə. Və sana da xəyanət. Orada böyüyəndə bilirsin. Azərbaycan yığmasında neçə yaşda 17, 14, 19 və ya 21 yaş qrupası və yaxud da əsas millidə oynamaq istəyirsənmi? Komanda yoldaşların səni çox istəyir və sən də görürəm ki, komanda yoldaşlarınla münasibətdə gözəl münasibətlərin var. Hansı komanda? Pas vermən olarım. Qarşılıqlı münasibət, oyunda bir-birinizə hörmətlə təsdiqləyirsiniz. Hansı komanda yoldaşlarınla daha yaxşı anlaşa bilirsən? Cəlal'la Cumbinho. Yəni hücuma çıxarkən siz ikiniz çox güclü olursunuz. Çox güclü. Bir-birimizə pas verə-verə qol vururuq. Mən ona vururum. Yəni Cəlal sənin üçün oyunda həmtaydır. Düzdürmü? Növbəti il, yəni növbəti sezon daha çox böyüyəcəksiniz. U9 liqasına çıxacaqsınız. Mən U9-da da oynamışam işte. Hal-hazırda 2017 təvəllüd olaraq həm U9-da, həm U8-də oynamağın isə çox böyük bir uğurdur. Çünki bu sənin istedadından irəli gəlir və sənin istedadını ortaya qoyur. Təbii ki, səndə olan potensialın nə qədər yüksək olduğunu bir kəlmə ilə deyib bitmək olmaz. Səndə çox böyük istedad var və ümid edirəm ki, bu istedadın sona qədər gedəcək və Azərbaycan futboluna dəyərli bir inci bəxş edəcəksən öz timsalında. Mən sənə inanıram. Və Azərbaycan futbolunda bugünkü ki, böyüyəndə Ronaldo oynayan klubda oynayım və kubok aldırım. Bu inam ruhuyla təvazökarlıqdan uzaq olsa da inam ruhuyla addımlamağın məni çox sevindir. Bir futbolçu üçün, yəni biraz öncə qeyd etdim ki, xarakter olmağı çox böyük bir önəmdir. Sənin sevdiklərin və ətrafından başqa kim sənə dəstək verir futbola görə? Sinif yoldaşlarım. Sinif yoldaşlarını qeyd etdin. Sinif yoldaşların sənin bu qədər fenomen və istedadlı futbolçu olduğunu bilirlərmi? Sinif yoldaşlarımdan biri də futbola gedir. Mənimlə eyni komandaya. Muradlardır. Murad. Sizin oynadığınız hal-hazırda Troya komandasıyla oynadığınız klubda və eyni yaş qrupasında oynayırsınız U8-də. Əsas heyətdə bir-birinizlə yəni eyni meydanda mübarizə aparır, rəqibə qarşı döyüşəndə. Bu sizə dərslərinizi daha yaxşı oxumağa motivasiya, yəni inam ruhu verirmi? Bəli. Və sənin düşüncələrin görürəm ki, çox dəyərlidir. Səndən əgər verilişin vaxtı məhdud olmasa, səhərə qədər danışmaq istəyirəm. Çünki danışmağı sevirəm və danışmağı sevən insanları da, uşaqları da sevirəm. Oynadığın futbola çox böyük sayğı duyursun. Mən isə belə uşaqların gələcək potensialının yüksək olacağına inanıram. Sən də o futbolçulardan birisən. Maraq bir sual vermək istəyirəm sənə. Atan desə ki, futbol oynama. Amma sən futbol oynamaq istəsən, atamın qərarlarını eşidərsənmi? Yəni atamın dediyi sözü eşidərsənmi? Yox, futbol oynayaram. Hətta. Düşünmədim. McDonald'sda cheeseburger yoxsa ki futbol? Futbol. Yəni futbol heç nə dəyişməzsən. Yox. Даже 1 milyard dollardı. Hətta. Ən sevdiyin krampon varmı? Ayaqqabı, krampon. Var. Romantik ayaqqabısı. Sənə desələr ki, bu ayaqqabının zavodunu sənə veririk, amma futbol oynama. Yox, oynayaram futbol. Qətiyyətli cavabların var və məni də ilhamlandırır. Bəlkə biraz həyəcan var idisə, onu da alt-üst etdin sən. Və çox pozitiv bir uşaqsan. Çox güclü xarakterin var. Və bu mənə inam ruhu verir və mən sənin yaxşı ingilis dili bildiyini deyiblər. Və istəyirəm ingilis dilində bir neçə cümlə. Yox. Kameraya baxacaqsan və deyəcəksən, oturmadan normal. Bayaqdan Messi'nin Ronaldo'dan çox qətiyyətlə ayırt edirsən. İngilis dilində bir neçə cümlə. Kameraya baxacaqsan, deyəcəksən bizə
Verilişi hazırladığı üçün və yaxud da bu timsalda verilişi hazırladığına təşəkkür edirəm. İngilis dilində deyəcəksən. Nə? Deyəcəksən ki, məsəl üçün, mən deyəcəm Azərbaycanda sən təşəkkür edirsən. Bu verilişdə iştirak etdiyim üçün çox məmnunam və təşəkkürümü bildirirəm. İngilis dilində deyəcəksən. Var deməyim. Niyə? Utanırsan. Utanmırsan da deməlisən. Çəkinmə de. Var deməyirdi. Bu kontingentdən qıraqdır əslində. Amma mən istəyirəm ki, İngilis dilində bu cümlələri mənim üçün ifadə edəsən, xahiş edirəm. Deməsən nə olacaq? Deməsən heç olmayacaq. Sadəcə mənim xahişim səndən var idi. Gələn dəfə deyərəm. Yaxşı. Söz verirsən? Mən də sənə uğurlar arzu edirəm. İnanıram ki, gələcəkdə. Axırıncı sualı vermişdim sənə. Krampon zavodu yoxsa ki, futbol? Sən dedim ki, futbol. Futbol dedim. Təşəkkür edirəm, minnətdaram. Dəyərli vaxtını mənə ayırdığın üçün. Ümid edirəm ki, gələcəkdə çox böyük bir futbolçu olacaqsan və Azərbaycan futboluna çox böyük bir incisən. Həqiqətən bu xarakterlə oynadığın futbol göz önündədir və biri digərini tamamlayır. Mən də sənə gələcək karyeranda böyük uğurlar arzu edirəm. Allah atava can sağlığı versin, səni futbola həvəsləndirib və sənə bu həvəslə görürəm ki, kifayət qədər doğru ol. Dərs keçir futboldan. Ancaq futboldan. Ancaq futbol. 2 saat futbol olur. Yorur səni. Yorur. Və narazılıq deyil də bu yəqin ki. Yox. Futbol sevgisi ilə Futbol mənim canımdır. bu nöqtəni məxsusən qeyd etmək lazımdır. Futbol mənim canımdır deyir Zahid Əhmədov. Təşəkkür edirəm dəyərli vaxtını mənə ayırdığın üçün. Minnətdaram. Uğurların bol olsun. Böyük yerlərdə, böyük klublardan və Avropanın böyük top 5 liqalarından səsin gəlmə ümidi ilə. Çox sağ ol, minnətdaram.